Salam uşaqlar. Sizinlə 8-ci sinif yeni dərslik əsasında 6-cı bölmənin 3-cü mövzusunun izahına başlayırıq. 3-cü mövzumuz onurğalı heyvanların həyat dövriyyəsidir. E, Demək, burada bizə quşların belə deyək ki, şəkilləri verilib, yuvada yumurtanın şəkli verilib. Təbiətdə bəzi heyvanlar kürü tökməsini, digərlərinin bax bu şəkildə yumurta qoymasını, bəzilərinin isə bala doğmasını müşahidə etmək olar. Heyvanlarda mayalanmış yumurta hüceyrələr ya dişinin bədənində, ya da ondan kənarda inkişaf edir. Təbii ki, əgər dişinin bədənində inkişaf edirsə, bu zaman həmin canlı bala doğması müşahidə olunacaq. Yumurta hüceyrənin az və ya çox miqdarda sarılığı olur. İndi bu haqda ətraflı danışacağıq. Heyvanların bəzilərində balanın inkişafı bətin daxili bir prosesdir. Bu canlıların çoxalmasında hansı ümumi və fərqli xüsusiyyətlər var? Təbii ki, biz onurğasız heyvanların haqqında danışdıq bundan əvvəlki dərsdə, amma bu dərsdə isə onurğalı heyvanların həyat dövriyyəsindən danışacağıq və onların fərqli xüsusiyyətləri, oxşar və fərqli xüsusiyyətlərindən ətraflı danışacağıq. Həyat dövriyyəsi orqanizmin ziqotdan başlayaraq yetkinliyə çatması və növbəti nəslə başlanğıc verməsinə qədər bütün inkişaf mərhələlərinin cəminə deyilir. Həyat dövriyyəsi deyirik buna və yaxud da həyat sikli deyirik ki, ziqotdan başlayır və yeni nəsil verənə qədər bütün inkişaf mərhələlərini əhatə edir. Bax, buna biz həyat dövriyyəsi deyəcəyik. Bəzi heyvanların quruluşlarında yetkin dövrə çatana qədər, yetkinləşənə qədər, çoxalma mərhələsinə çatana qədər bir sıra dəyişilmələr, çevrilmələr baş verir ki, buna deyirik metamorfoz deyirik. Metamorfoz sözünün mənası forma dəyişikliyi deməkdir. Metamorfoz sözünün deməli Yunancadan mənası forma dəyişikliyinin olması deməkdir və bəzi orqanizmlər isə yalnız ölçülərinə görə fərqlənir bir-birindən. Yəni yeni yaranan orqanizm sadəcə ölçülərinə görə fərqlənir və həmin o ölçüsünə görə sadəcə olaraq böyüyür. Yəni o metamorfoz keçirtmir. Demək ki, metamorfoz keçirtmək bütün canlılara xas deyil. Bu bəzi heyvanlara xasdır. Burada bizə fəaliyyət verilmişdir. Çoxalma üsullarının deməli biz burada müəyyən etməliyik. Canlılar verilib. Həşəratlar, deməli canlılar qrupu verilmişdir. Canlı, həşərat, balıq, suda qurda yaşayanlar, sürünən quş, məməli və çoxalma üsulları. Yumurta qoymaqla kürü qoyurlar və bala doğurlar. Həşəratlar yumurta qoymaqla çoxalırlar. Balıqlar kürü qoyurlar. Suda qurda yaşayanlar kürü qoyurlar. Sürünənlər, yəni ilanlar və yaxud da deyək onlar yumurta qoyurlar, quşlar yumurta qoyurlar və məməlilər diri bala doğmaqla çoxalırlar. Nəslin sayı çoxalma üsulundan asılıdırmı? Bunun səbəbi nədir? Əlbəttə, nəslin sayı çoxalma üsulundan asılıdır. Xarici mayalanmada, məsələn, balıqları, qurbağaları götürsək, onlar çoxlu yumurta hüceyrə hazırlayır, çoxlu spermatozoid əmələ gətirirlər. Çünki belə deyək ki, bunlar xarici mühitdə buraxılır bu cinsiyyət hüceyrələri və onlar mühitdən çoxsu məhv olurlar. Amma daxili mayalanma olan canlılar, məsələn, sürünənlər, quşlar, məməlilər, onlar az sayda bala dünyaya gətirir. Amma buna baxmayaraq, onlarda valideyn qayğısı yüksək olduğuna görə o az sayda dünyaya gələn balaların da sağ qalma ehtimalı daha çox olur. Deməli, biz indi nədən danışacağıq? Onurğalı heyvanların, deməli, çoxalmasından danışacağıq. İlk olaraq balıqlardan danışaq. Məsələn, burada biz balığın, dişi xanı balığının quruluşuna baxsaq, onun daxili orqanlarına baxsaq, burada bizə onun daxili orqanının yumurtalığının deməli şəkli göstərilmişdir və balıqların əksəriyyəti ayrı cinsiyyətlidirlər. Yəni bəziləri hermafroditdir. Onlar yalnız və yalnız cinsi yolu çoxalır. Deməli balıqlarda qeyri-cinsi yolu çoxalma yoxdur. Və mayalanma prosesi xarici mühitdə gedir, yəni suda gedir. Belə ki, əksər balıqların deməli xarici mayalanması gedir və onlar kürü qoymaqla çoxalırlar. Amma təbii ki, bəzi növləri var ki, onlarda daxili mayalanma da gedir. Məsələn, köpək balığının bəzi növləridir, skatlardadır. Bunlarda mayalanma daxilidir və bunlarda erkək fərdlərdə kopulyativ orqan yaranır, yəni cütləşmə orqanı yaranır və ona görə də onlarda deməli diri bala doğma müşahidə olunur. Deməli, biz
nə dedik? Dedik ki, balıqlar erkək və dişi fərdlər vardır və erkək və dişi fərdlər qametlər yaranırdır və bu qametləri suya buraxırlar. Məsələn, biz deməli burada deməli balıqları məsələn su mühitində olan balıqları görürük. Baxın, buradakı şəkildən də biz görürük ki, balıqlar deməli kürü tökürlər, yumurta hüceyrədir, spermatozoid əmələ gətirirlər, suya buraxırlar. Mayalanma orqanizmin bədənindən kənarda, yəni su mühitində getmiş olur. Ətraf mühitə və növə görə təbii ki, balığın sürfə halında çıxması və inkişafı fərqlənə bilir. Erkək və dişi fərdlər arasında balıqların da bədənlərinin formasına görə onların deməli quruluşu bir-birindən fərqlənir. Həm deməli bədən formalarına görə fərqlənir, rənginə görə fərqlənir, erkək və dişi bir-birindən, davranışına görə bir-birindən fərqlənirlər və balıqların fərdi inkişafını bir sıra əsas mərhələlərə, dövrlərə ayıra bilərik ki, bunların hər birində öz xüsusiyyəti var. İlk olan dövr adlanır embrional dövr. Baxın, embrional dövr mayalanma anından başlayır və deməli kürüdə canlının inkişaf etdiyi dövrə qədər davam edir. Deməli, yumurtanın mayalanma anından başlayır. Bura olur embrional dövr adlanır. Deməli, bu dövr mayalanmadan başlayır. Balığın deməli ta xarici qidalanmaya keçməsinə qədər olan müddəti əhatə edir. Və həmin bu müddət ərzində, bu dövrdə bu ana orqanizm tərəfindən verilmiş sarılıq ehtiyatı hesabına, baxın burada görürük, sarılıq ehtiyatı hesabına həmin o embrion qidalanmış olur. Bundan sonraki olan dövr isə sürfə dövrü adlanır. Sürfə dövründə artıq balıq xarici deməli qida ilə qidalanmağa başlayır. Və bu zaman xarici görünüş, daxili quruluşu hələ yetkin, bax bu yetkin formaya tam olaraq oxşamır və sürfələrin onlara xas olan xüsusi belə deyək ki, sürfə orqanları mövcud olur ki, bu orqanlar da sonradan məhv olur. Sonra deməli bu nə oldu? Burada biz buna deyəcəyik sürfə dövrü. Baxın, bax bu hissə. Bax bu hissə buradan bura adlanır sürfə dövrü. Bundan sonraki dövr körpə dövrü adlanır. Bax bu körpə dövrüdür. Və körpə dövründə artıq balığın xarici görünüşü yetkin fərd formasına yaxınlaşır. Və görürsünüz, sırf olaraq buna oxşamağa başlayır və sürfə orqanları, sürfə dövründə olan sürfə orqanları yox olur. Yetkin orqanlara və funksiyalara malik artıq yetkin orqanizmdə olan sistemlər formalaşmağa başlayır. Cinsiyyət orqanları demək olar ki, hələ bu körpələrdə inkişaf etməyib və bunlarda enerji əsasən bədənin böyüməsinə yönəlir. Baxın, yəni inkişafa yönəlir və yarı yetkin, hələ belə deyək ki, cinsi yetişkənlik olmayan dövr fərdi dövründə, bu dövrdə cinsiyyət vəzlərinin və ikinci cinsi əlamətlərinin nisbətən sürətlə inkişafı müşahidə olunur. Yəni bu dövrün axırına yaxın inkişaf gedir. Amma hələ də bunlar tam olaraq çoxalma qabiliyyətinə malik olmurlar. Və sonrakı dövr, artıq bu dövr adlanır yetkin fərd dövrü, yetkin fərd dövrü. Və yetkin fərd dövründə artıq bu dövrdə orqanizm ilin müəyyən vaxtlarında artıq özünə oxşar fərdlər törətmə qabiliyyətinə malik olur və ikinci cinsi əlamətlər tam olaraq inkişaf etmiş olur və bunlarda enerji əsasən cinsiyyət sisteminin inkişafına sərf olunur, miqrasiyaya, bir yerdən başqa bir yerə köç etməyə sərf olunur, qışlama, çoxalma zamanı həyat fəaliyyəti üçün belə deyək ki, ehtiyatların toplanmasına sərf olunur. Sonrakı dövrdə var, hansı ki, yetkinlik dövründən sonra artıq bu deməli nə olacaq? Qocalıq dövrü olacaq. Təbii ki, canlı artıq belə deyək ki, yaşlanır və bu dövrdə cinsi funksiyalar zəifləyir, bədənin uzunluğuna böyüməsi ya tam dayanır, ya da çox ləngiyir. Yəni canlı artıq uzunluğuna böyümür. Əksər balıqlardan fərqli olaraq, təbii ki, diri bala doğan balıqlarda mayalanma dişi fərdin cinsiyyət yollarında bədənin daxilində gedir. Amma bu canlılarda, yəni əksər balıqlarda mayalanma su mühitində getdi və biz bunları embrional dövr böldük, ikinci sürfə dövrü adlandı, üçüncü körpə dövrü, dördüncü yetkin dövr və sonuncu təbii ki, ən axırıncı dövr qocalıq dövrüdür ki, bununla da canlı öz
həyat fəaliyyətini deməli tamamlamış olur. Təbii ki, söhbət əksər balıqlardan gedir, amma diri bala doğan balıqlarda mayalanma dişi fərdin cinsiyyət yollarında, bədənin daxilində gedir və yumurtalar dişinin bədənində inkişaf edir. Və embrionlar həmin o yumurta hüceyrənin sağlığının hesabına, sağlıq kisəsi hesabına qidalanmış olur və nəticədə sürfələr yox, artıq canlı, hazır kiçik balıqları dünyaya gətirmiş olur və dedik hansı canlılarda oldu bu? Əsasən bunlar deməli köpək balıqlarında biz bunu müşahidə etdik və skatlarda deməli biz bunları müşahidə etmiş olduq. Və danışırıq indi nədən? Suda quruda yaşayanlardan. Suda quruda yaşayan heyvanlarda balıqlar kimi ayrı cinsiyyətlidir, amma suda quruda yaşayanların hamısı ayrı cinsiyyətli heyvanlardır. Və dişi fərdlərində bir cüt yumurtalıq, erkək fərdlərində də bir cüt deməli toxumluq var. Eyni ilə balıqlarda da deməli dişilərdə 2 yumurtalıq, erkəklərdə 2 toxumluq var idi dedik. Bunlarda da eyni ilə bu şəkildədir. Və çoxalma zamanı qurbağalar cüt-cüt ayrılırlar. Dişi qurbağalar balıq kürüsünə oxşar yumurta tökür. Erkəklər isə onların üzərinə içərisində spermatozoidlər olan maye buraxır və mayalanma bunlarda da xarici mühitdə gedir. Gəlin deməli buna da baxaq biz deməli bu misalda. Məsələn biz burada balıqların inkişafına baxsaq, baxın burada kürlərin içində embrionun inkişafıdır, bu körpə kiçik sürfələrdir. Burada biz deməli körpə balığı müşahidə etmiş oluruq. Bu da körpə balıqdır və nəticədə yetkin balığa deməli çevrildiyini görmüş oluruq ki, söhbət təbii ki, əksər balıqlardan getmiş olur və o həmin balıqlar da yenidən kürü tökürlər və o kürünün içindən də balıq inkişaf etmir, sürfə, daha sonra digər hissələri inkişaf edir. İndi gəlin nədən danışaq? Gəlin amfibilərdən, suda quruda yaşayanlardan danışaq. Deməli, nə dedik? Dedik ki, amfibilər ayrı cinsiyyətlidirlər, cüt orqanları var bunların da. Spermatozoidlər sidik cinsiyyət axarları ilə kloakaya ötürülür cüt toxumluqdan. Dişi fərdlərdə də iri yumurtalıqlar var 2 ədəd və həmin o yumurtalıqlarda yetişmiş yumurta hüceyrələr bədən boşluğuna düşür. Oradan isə cüt yumurtalıq axarları vasitəsilə kloakaya ötürülür. Baxın, buradakı şəkildən uşaqlar biz bunu tam görə bilərik. Baxın, suda quruda yaşayanlardır. Bax, bu erkək fərddə toxumluqdur bu hissə. Toxumluqda yaranan spermatozoidlər toxum çıxarıcı borular vasitəsilə, bax bu yaşıl göstərdiyimiz kloakadır. Biz həzm sistemini keçəndə bunu da demişdik. Deməli, bağırsağın genişlənmiş hissəsidir kloaka. Ora ötürülür, oradan xarici mühitə ötürülür. Dişilərdə də yumurtalıqda yumurta hüceyrələri yaranır. Boşluğa düşür həmin o, deməli, belə deyək ki, bax, yumurta hüceyrələr əvvəl boşluğa düşür, sonra boşluqdan ötürülür bu yumurta borusuna. Yumurta borusu ilə hərəkət edir, cüt yumurta boruları təbii ki, hərəkət edir kloakaya. Oradan sonra kloakaya ötürülür və kloakadan da xarici mühitə, deməli, xarici mühitə ötürülür və suda quruda yaşayanların çoxalması yaz fəslində baş verir adətən. Gəlin indi buradakı, deməli, aha, deməli, buna yenidən nəzər yetirək. Deməli, xarici mühitdə dedik ki, baş verdi, suda baş verdi. Adətən qış yuxusundan oyanandan sonra şirin su hövzələrində toplanırlar və bu vaxt dişilərin yumurtalıqlarında yumurtalar, erkəklərdə isə sperm mayesi inkişaf edir və nəticədə deməli yumurta hüceyrələrini xarici mühitə suya buraxırlar. Və qurbağalarda, belə deyək ki, amfibilərdə növlərindən asılı olaraq onların yumurtalarını da fərqli mühitə, belə deyək ki, xaric edilir. Məsələn, qonur qurbağalar yumurtalarını dayaz və yaxşı qızan su sahələrinə qoyurlar. Amma göl qurbağaları yumurtalarını daha dərində yerləşən yerlərə, su bitkilərinin üzərinə qoyurlar. Məsələn, baxın, burada biz gördüyümüz kürlər su mühitinə buraxılmışdı. Və yaxud da biz, baxın, burada da həmin o deməli kürünün inkişafını görmüş olarıq. Məsələn, baxın,
Baxın burada, bax bu kürülərdir. Hansı ki o kürünü xüsusi belə deyək ki, e, belə deyək də örtüklə örtülmüş şəkildə yumurtaları, kürüləri bərk və şəffaf örtüklə əhatə olunmuş şəkildə xaricə qoyurlar və bu örtüklər yumurtanın daxili tərkibini mexaniki zədələrdən qoruyur. Baxın bu qara pigmentli olanlar həmin o yumurta hüceyrələrdir. Mayalanmış şəkildə olan, artıq üzərinə eksperimentlar maye buraxılıbdır, mayalanıbdır və tam örtüklə örtülmüş şəkildə olur. Və suda həmin örtük şişib qalınlaşmış olur. Və yumurtaların özü belə baxanda nə görürük? Qaraya çalan pigmentə malikdir. Görürsüz, qara rəngli pigmenti və bu pigmentin olmasına səbəb nədir? Bunlar günəş şüalarının istiliyini udur. Bu isə onun içində olan embrionun deməli inkişafına belə deyək ki, təkan verir. Ona istiliyi udması sayəsində embrion daha yaxşı inkişaf etmiş olur. Bax, məsələn, biz burada deməli amfibini görmüş oluruq, yəni qurbağanı görmüş oluruq və həmin o qurbağanın baxın sürfəsi çıxıb artıq. Bax, bu çömçə quyruqdur, görürsüz? Çömçə quyruğu bizə burada göstərir. İndi gəlin bunun haqqında ətraflı danışaq. Suda qurda yaşayanların inkişafı təbii ki, metamorfoz yolla gedir. Niyə biz buna metamorfoz deyirik? Çünki dəyişkənlikdir. Yəni sırf yetkin fərdə bənzəməyən bir fərd yarandı. Sürfələr kürüdən rüşeyimin inkişafının başlanmasından təxminən bir həftə sonra deməli çıxır. Əsasən bu qurbağalara aiddir. Qurbağalar olsun və yaxud da quyruqsuz suda qurda yaşayanların biz sürfələrinə çömçə quyruqlar deyəcəyik və onlar xarici görünüşlərinə, həyat tərzinə görə qurbağalardan, valideynlərdən tamamilə fərqlənir. Onlar daha çox, bax fikir verirsiniz, onlar daha çox balığa bənzəyirlər. Bax görürsünüzmü? Daha çox balığa bənzədərik biz bunları və deməli, bunların balığa bənzəməsi həm xarici görünüşünə görə balığa bənzəyirlər, həm də daxili quruluşuna görə balığa bənzəyirlər. Əvvəlcə bunların, gəlin burada biz bu hissədən baxaq. Baxın, deməli, əvvəlcə bunların xarici qəlsəmələri yaranır. Sonra isə biz xarici qəlsəmələr haqqında tənəffüs sistemi keçəndə danışmışdıq. Ondan sonra isə daxili qəlsəmələri yaranmış olur. Deməli, əvvəl xarici qəlsəmə olur, sonra daxili qəlsəmələrlə əvəz olur. Hətta bunlarda balıqlarda olduğu kimi yan xət orqanları da olur. Yan xət orqanı hissiyyat orqanıdır. Sonradan isə o hiss orqanı yox olur. Məsələn, desək ki, hansı canlıdır ki, hissiyyat öz həyat dövriyyəsi, antogenizi dövründə hiss orqanlarının sayı azalır. Biz deyəcəyik ki, bu balıqlardır, amfibilərdir. Deməli, hiss orqanı əvvəl var, yan xət orqanı olan hiss orqanı, yəni bax bu yan xət orqanı balıqlarda kimi əvvəl olur, sonra isə həmin orqan yox olmuş olur. Və sürfələrin skeletinə də baxsaq, o tamamilə qığırdaqdan ibarət olur, içərisində xorda olur. Deməli, ona görə də biz bunları xordallara aid etmiş oluruq və balıqlarda ki, keçmişdik biz qan damar sistemini keçəndə demişdik ki, balıqların 2 kameralı ürəyi olur. Bunlarda da o şəkildə olur. Bir qulaqcıq, bir mədəcik olur və qan yalnız bir qan dövranı ilə bədəndə hərəkət etmiş olur. Və bunların sürfələri suda qurda yaşayanlardan, yəni qurbağalardan fərqli olaraq bitki ilə qidalanırlar, yosunlarla qidalanırlar və sürfə böyüdükcə, inkişaf etdikcə sonradan arxa ətrafları, ayaqlar əmələ gəlməyə başlayır, ağciyərləri formalaşmağa başlayır və bu dövrdə artıq onlar tez-tez su üzərinə çıxmağa başlayırlar, həm dəri tənəffüsü etmiş olurlar, həmçinin də baxın çömçə quyruqlar burada görünür, arxa ətrafları, daha sonra ön ətrafları deməli inkişaf etmiş olur. Biraz əvvələ çəkin. Baxın, deməli arxa ətrafları, sonra ön ətrafları, ağciyərləri tam formalaşır. Ağciyər formalaşdıqca ürəyi qurbağalarda olduğu kimi 2 qulaqcıq və bir mədəcik olur. Yəni ürəyin qulaqcıqlarının arasında ara kəsmə yaranır və bir qan dövranından 2 qan dövranına keçmiş olur. Ağciyər formalaşdığına görə kiçik qan dövranı da formalaşmış olur və bunların bax bu çömçə quyruğun quyruğu tədricən sorulur, hətta başın forması da dəyişir. Nəticədə get-gedə yetkin fərdə bənzəməyə başlayır. Və kürünün qoyulmasından sürfələrin yetkin orqanizmə çevrilməsinə qədər olan dövr təxminən 2-3 ay davam edir. Və əksər suda qurda yaşayan heyvanların
e, deməli, dişi fərdləri çoxlu sayda kürü qoyur, yumurta qoyur. Amma onların bir hissəsi təbii ki, mayalanmır. Bir hissəsi müxtəlif su heyvanları tərəfindən yeyilir, yaxud da belə deyək ki, su hövzəsinin səviyyəsi aşağı düşdükdə həmin o təbii ki, bunlar gölməçələrə qoyur da, əksi beləsi var gölməçəyə qoyur. Gölməçə quruyur. Nəticədə həmin o kürülərdən sürfələr inkişaf etmir və əlverişsiz şəraitdə mühitə düşür. Sürfələr məhv olurlar və yaxud da deyək ki, əgər sürfə mərhələsindən keçibsə, hətta yırtıcı heyvanlar tərəfindən onların qidasını təşkil edir və nəticədə yetkinliyə qədər yalnız nəslin az bir faizi sağ qalmış olur. Ona görə də bunlar daha çox kürü qoyur. Həm balıqlar olsun, həm bu deməli suda qurda yaşayanlar olsun, bunlar az çox kürü qoyurlar. Və quyruğu tədricən qısaldıqdan sonra başlayır artıq yetkin fərd heyvan mənşəli qida ilə qidalanan kiçik qurbağalara çevrilirlər. Deməli, bunlar deməli qurbağalar heyvanla belə deyək ki, əsasən həşəratlarla qidalanırlar. Qurbağalar yetkin fərdlər, amma sürfələri yosunlarla qidalanmış olurlar. İndi isə nədən danışırıq uşaqlar? İndi isə danışaq gəlin, sürünənlərdən danışaq. Aha, danışaq sürünənlərdən. Sürünənlər və yaxud da biz bunları reptillər də deyəcəyik, deyirik. Sürünənlər də ayrı cinsiyyətlidirlər. Suda quruda yaşayanlar amfibilər kimi və onlar artıq çoxalmaları quru mühitində gedir. Və quru mühitində çoxalmaqla əlaqədar olaraq bunlarda mayalanma daxili gedir. Daxili mayalanma var. Suda quruda yaşayan sürünənlərə aiddir. Timsahdır, dəniz ilanlarıdır, dəniz tısbağaları da hətta bura aiddir. Baxmayaraq ki, bunlar əsas su mühitində, həyatını çox hissəsi su mühitində keçirir. Yenə də bunlarda çoxalma quruda gedir. Və bütün sürünənlərdə artıq mayalanma daxili mayalanma olur və bunlarda da deməli cütləşmə orqanı yaranmış olur. Necə ki, biz dedik ki, deməli köpək balığında kopulyativ orqan var. Bunlarda da kopulyativ orqan olur ki, bu orqan sayəsində spermatozoid erkəklər dişinin kloakasını ötürürlər və cütləşmə deməli orqanı demək ki, bunlarda mövcuddur. Və əksər növlərdə çoxalma zamanı, yəni aktivləşmə dövrü müşahidə olunur ki, bu zaman onlarda erkəklərdə fəallıq artır, tısbağalarda, kərtənkələlərdə, hətta erkəklər arasında döyüşlər də biz görə bilər ki, baş verir və əksər sürünənlər çox az sayda yumurta qoyurlar. Baxın, burada da yaxanda görürük ki, yumurtaların sayı çox az olur, amma iri ölçülü yumurtalar olurlar. Gəlin, məsələn, buradan biz buna baxaq. Deməli, sürünənlərdən danışacağıq. Deməli, baxın, onlar iri ölçülü yumurtalar qoyurlar və bunların biz gəlin sidik cinsiyyət sisteminin də quruluşuna baxaq buradan. Baxın, sürünənlərdə, burada sürünənləri verməyibdir. Eyni ilə sürünənlərin də sidik cinsiyyət sistemi ilə suda qurda yaşayanlarda olduğu kimidir. Ona görə də burada verilməyib o. Demək, sürünənlər adətən yumurta dedik ki, qoyur, az sayda yumurta qoyurlar və onların yumurtaları, baxın, burada fikir versəz, çox nazik olur, dəriyə bənzər olur. Bəzilərində isə sərt kirəc qabıqla örtülmüş olur. Məsələn, tısbağanı, timsahı misal çəkə bilərik. Qalın qabıq sayəsində sürünənlərin yumurtalarının nəmliyin az olduğu şəraitdə quruda inkişaf edə bilirlər. Siz bilirsiniz ki, sürünənlər əsasən soyuqqanlı heyvanlardır və onlar isti ərazilərdə fəaliyyət göstərirlər və havanın belə deyək ki, soyuq ölkələrdə deyək ki, sürünənlər çox az təsadüf olunur. Əsasən isti ölkələrdə biz bunları müşahidə edirik və qurumaqdan qorumaq üçün onların qalın qabığa ehtiyacı var ki, yumurta içərisi nəm qalsın. Və yumurtalarını adətən bunlar torpağa bastırırlar. Bəziləri isə məsələn qayaların çatlarına qoyurlar. Məsələn, gikkondur, aqamalardır, iguanalardır. Onlar qaya çatlarına və yaxud da ki, ağac qabıqlarının altına yerləşdirilir. Timsahlar desək, məsələn, onlar yumurtalarını torpağa və yaxud da ki, yarpaqların, otlardan hazırlanmış, belə deyək ki, yuvaların içərisinə qoyurlar və timsahların və yaxud da sürünənlərin deyək ki, bunların da inkişafı düzün olur. Onların yumurtasından tam olaraq deməli, yetkin fərdə bənzər olan canlı inkişaf etmiş olur. Məsələn, biz burada tısbağanı görmüş oluruq ki, onlarda təbii ki, bala qayğısı yoxdur. Çünki onlar özləri öz deməli,
belə deyək ki, özləri qidalanırlar. Sürünənlərdə çox nadir halda bala qayğısı müşahidə olunur, amma biz bu bölməyə başlamamışdan qabaq demişdik ki, timsahlarda bəzi timsah növü var ki, Nil timsahını demişdik ki, onlar 2 il öz balasının qayğısına qalır və deyirdi ki, 3 ay müddətində yuvasını düşmənlərdən qoruyur, yumurtalarını düşmənlərdən qoruyur, yumurtadan çıxmış balalarını isə qabığını sındırmağa kömək edir. Ağzında hətta onlar deməli öz balalarını daşıyırlar, belə demişdik. Yumurtadan çıxan balalarını ağzına alıb ağzında bir yerdən digər əraziyə ötürürdülər deyirdik. Və biz deməli burada nə müşahidə edirik? Baxın, burada biz sürünənlərin yumurta belə deyək ki, yumurta borusunun quruluşunu görmüş oluruq. Ümumiyyətlə sürünənlər olsun və ya da quşlar olsun, bunların yumurtalıqları salxıma bənzəyir. Belə sanki üzüm kimidir də, üzüm salxımına oxşuyur və hər bir bax bu gilənin içərisində yumurta hüceyrə inkişaf edir. Və yumurta hüceyrə adətən deməli yumurta hüceyrə inkişaf etdikcə bu dəri partlayır və onun içindən yumurta düşür yumurta borusuna və orada mayalanma gedir. Belə deyək ki, nazik salxımın hər bir giləsi içərisində yumurta hüceyrə olan nazik divarlı qovuqdan ibarətdir və bu qovuqlara biz follikul deyəcəyik. Yumurta hüceyrə yetişdikcə böyüyür. Onun içərisində yumurta sarısı belə deyək ki, ehtiyat şəklində yaranmağa başlayır, toplanır və qovuğun divarı partlayır. Partladıqda onun içərisindən yumurta hüceyrə bax bu yumurta borusuna düşür. Və burada mayalanır. Demək ki, mayalanma harada gedəcək? Yumurta borusunda gedəcək. Və bundan sonra yumurta sarısının ətrafında yumurta ağı deyilən, belə deyək, zülal təbəqə əmələ gəlməyə başlayır. Uşaqlar, bu eyni ilə quşlarda da belədir. Eyni ilə quşların da salxıma bənzər yumurtalığı olur. O da follikulun içində yumurta hüceyrə inkişaf edir. Yumurta böyüyəndən sonra follikulun pərdəsi dağılır, qabığı və oradan nəticədə qabıq partlayır və yumurta hüceyrə mayalanır yumurta borusunda. Ondan sonra yavaş-yavaş onun ətrafında yumurta ağı yaranmağa başlayır ki, bu da zülaldır təbii ki. Və bu zülal qatı, bax bu yumurta ağı yumurta borusunun daxili divarında olan xüsusi vəzilərin hesabına yaranır. Bu həm sürünənlərə aiddir, həm də quşlara aiddir. Və tədricən yumurta ağı yumşaq əvvəlcə dəri şəkilli, baxın quşlarda da dəri şəkilli pərdə olur. Onun da üzərində kirəc qabıqla örtülür və nəticədə yumurta əmələ gəlir. Demək, bu quşlara baxsaq əgər, bunlarda həm yumurta pərdəsi olur, həm də üzəri kirəc qabıq yumurta qabıqla örtülmüş olur ki, bu da yumurta borusunun aşağı şöbələrində görürsünüz, artıq aşağı şöbələrində formalaşmış olur. Demək, söhbət burada nədən getdi? Burada sürünənlərdən getdi. Amma sürünənlərin hamısı yumurta qoymur. Sürünənlərin adətən, bax, görürsünüz, quru mühitlə əlaqədar deyil, yumurta qabıqla örtülmüş olur və rüşemin inkişafını təmin edən sarılıqla zəngin olur onların yumurtası. Amma yumurtadan yetkin fərdə oxşar bala çıxır, deməli düzünə inkişaf edir. Amma bəzi sürünənlər isə diri bala doğurlar, söhbət adi gürzələrdən gedir. Və onların diri bala doğmasına səbəb odur ki, onların yumurtaları elə yumurta borusunda inkişaf edir və həmin o yumurta borusunda tam inkişafını tamamladıqdan sonra artıq o yumurta qabığı partlayır və onun içərisindən gürzə balası, yəni diri şəkildə dünyaya gəlmiş olur. Bizə nədən danışaq? Quşlardan danışaq gəlin. Quşlar da sürünənlər və amfibilər kimi ayrı cinsiyyətli heyvanlardır və onlarda mayalanma prosesi sürünənlərdə olduğu kimi daxildə olur və yumurta borusunda gedir mayalanma. Amma quşların uçmaqla əlaqədar olaraq, onların çəkisinin azalması ilə əlaqədar olaraq azaltmaq üçün onlarda sağ yumurtalıq reduksiya uğrayıb qalıq halında qalmışdır. Onların təkcə sol yumurtalığı olur. Məsələn, baxın, burada deməli şəkildən də görürük ki, dişi fərdin yalnız deməli sol yumurtalığı qalmışdır. Baxın, burada ölçülə göstərilmişdir. Bunlarda yalnız sol yumurtalıq qalmışdır. Sağ yumurtalığı reduksiyaya uğramışdır və bunların deməli kloakası da vardır dişilərdə, təbii ki, onların da kloakası var və
Mən buradan düzgün göstərməmiş olam. Baxın, burada fikrim qarışdı. Demək, quşları göstərdik. Baxın, quşların yalnız sol yumurtalığı qalmışdır. Yumurta borusunu görmüş oluruq və biz burada yumurta qabığı vəzisini görmüş oluruq. Hansı ki, onun orada o üzəri deməli yumurta qabığı ilə örtülmüş olur və oradan keçir dişlərdə kloakaya. Və dişilərdə kloakaya həm böyrəklərin axarı açılmış olur, həm də bir ədəd yumurta borusu açılmış olur. Amma erkəklərdə 2 ədəd deməli biz burada toxum çıxarıcı borunu görmüş oluruq və 2 ədəd sidi yaxarını görmüş oluruq. 2 sidi yaxarı, 2 toxum çıxarıcı boru, yəni cəmi 4 dənə demək kloakaya 4 dənə axar açılmış olur erkəklərdə. Amma dişilərdə isə deməli bir dənə yumurta borusu var, 2 dənə isə sidik axar açılmış olur. Ona görə 3 dənə axar açılmış olur. Bu deməli dişilərə aiddir. İndi isə gəlin davam eləyək. Demək ki, bunlarda sadəcə sol yumurtalıq qalmış olur. Bu da təbii ki, uçmaqla əlaqədardır. Erkəklərin isə bircə toxumluğu var. Çoxlama orqanlarının axarları hamısı dedik hara açıldı? Kloakaya açıldı. Bəzi quşlarda toyuq olsun, ördək olsun, bunların yumurtadan inkişaf edən balaları qu lələkləri ilə örtülü olur və gözləri açıq olan balalar dünyaya gəlir. Əvvəlcə bunu deməmişdən qabaq belə deyək ki, baxın, burada biz yumurtanın quruluşuna baxsaq görərik ki, rüşeyimin inkişafını görürük, burada sarılığı görürük. Hansı ki, sarılıq burada çoxdur, yumurta ağı çoxdur, yumurta ağı zülalı təbii ki, dedik, harda yarandı? Uşaqlıq divarının ifrazı olunan, belə deyək ki, vəzləri tərəfindən yaranmağa başladı və yumurta pərdəsi ilə əhatə olunub, kirəclə əhatə olunmuş olur və yavaş-yavaş rüşeyin xarici mühitdə yumurta qoyduqdan sonra dişi onun üzərində kürt yatır və kürt yatdıqdan sonra yatan dövrdə rüşeyim tam olaraq inkişaf edir. Təbii ki, o da mayenin içərisində inkişaf etmiş olur ki, buna biz amnion mayesi deyəcəyik və daha sonra deməli yumurtadan yetkin anaya bənzər olan fərd çıxır ki, bu zaman həmin o yetkin fərd ya üzəri qu lələkləri ilə örtülmüş olur ki, buna biz cücə bala deyəcəyik. Tam belə deyək ki, gözləri açıqdır, qu lələkləri ilə örtülür. Buna cücə bala deyirik. Amma bəzilərinin isə üzəri məsələn, sərçələrdə, göyərçinlərdə olduğu kimi yumurtadan çıxan balaların deməli çox aciz olur, göz qapaqları bağlı olur, qulaq dəlikləri qapalı olur və bədənlərin üzərində hətta lələkləri olmur. Məsələn, baxın, burada biz deməli həmin o bax, məsələn, burada gördüyümüz cücə baladır. Görürsünüz, üzərində qu lələkləri var. Amma bəzilərində isə üzəri yumurtadan çıxdıqdan sonra deməli, aciz olurlar, göz qapaqları bağlı olur. Məsələn, burada da qu lələklərlə örtülü olur. Görürsünüz, göz qapaqları açıqdır. Amma bəzilərində təbii ki, göz qapaqları bağlıdır, qulaqları da eşitmir. Söhbət kimdən, hansı canlılardan getdi? Deməli, bunlar oldu sərçələr, göyərçinlər, bunlar da ətcə baladır. Amma məsələn, toyuqdur, ördəkdir, qazlardır və s. Bu heyvanlarda isə cücə bala dünyaya gətirmiş olurlar və adətən quşlar bir yumurta qoyurlar və həmin o yumurtadan deməli belə deyək ki, yumurtanın bax bu qabığının formalaşması adətən bir gün çəkir. Və quşlar adətən belə deyək də cücə qidalanma və hormonal təsirlər nəticəsində bədən ölçüləri, daxili orqanların fəaliyyəti sürətlə dəyişiklik keçirir, lələ örtüyü böyüyür, uçuşa hazırlıq baş verir və immun sistemi formalaşır və davranış refleksləri formalaşır və quş cinsi yetkinliyə çatdıqda cütləşir və yenidən yumurta qoymağa başlayır ki, nəticədə yetkin fərdə çevrilmiş olur. Erkək və dişi quşlar arasında cinsi fərqlər görünür, bir-birindən fərqlənir ki, bunlara biz artıq nə deyəcəyik? Cinsi dimorfizm deyəcəyik. Dişi fərdlər erkək fərdlərdən fərqlənir. Quşların həyat dövriyyəsi düzünə inkişaf etmiş oldu. Deməli, bunlarda sürfə mərhələsi olmadı. Hər inkişaf mərhələsi genetik proqram, ətraf mühit amillərinin təsiri ilə tənzimlənmiş olur və bu dövriyyə bioloji müxtəlifliyin, növün davamlılığının təminatıdır ki, nəticədə, yəni cinsi çoxalma nəticəsində yeni genetik əlamətlər, yeni genetik
deməli məlumatlar toplanmış olur həmin o cücə balaların içərisində. Bax, burada məsələn şəkildə biz ətçə balanı görmüş oluruq. İndi isə danışaq sonuncu məməlilərdən danışırıq. Məməlilər də quşlar kimi ayrı cinsiyyətli heyvanlardır və çoxalma xüsusiyyətinə görə məməlilər 3 qrupa bölünür. Yumurta qoyanlar, kisəli məməlilər və plasentalı məməllərə deməli bölünmüş olur. Erkəklərdə 2 toxumluq var və bu vəzilər adətən bədəndən xaricdə yerləşir və toxumluqlarda spermatozoidlər əmələ gəlmiş olur. Burada məsələn baxın, burada şəkildən görsək, toxumluqlardır erkəklərdə, bədəndən kənarda olur, spermatozoid formalaşır hər bir toxumluqda və spermatozoidlər hər biri toxum borusu ilə, baxın buradan toxum borusunu görürük, baxın 5 rəqəmi ilə göstərilən toxum borusu ilə cinsiyyət orqanına keçir və tək cinsiyyət orqanı vasitəsilə xaric olunur. Dişlərdə isə bədənin daxilində 2 ədəd yumurtalıq var. Məsələn, plasentalı məməlilərdə yumurta boruları da 2 dənədir. Baxın, yumurta borusu 2 dənədir. Həmin o yumurta boruları belə balalıqla əlaqəli olur. Bir ucu gəlib balalığa birləşir, bir ucu isə yumurtalığa tərəf deməli dönmüş olur. Balalıq isə balalıq yolu vasitəsilə, baxaq, balalıq yolu vasitəsilə, baxın buradakı şəkildə də görünür. Bu balalıqdır, balalıq yolu vasitəsilə xarici mühitlə əlaqəli olur. Xarici cinsiyyət orqanına açılır. Məməlilərdə balalar ana orqanizmin daxilində inkişaf edir. Və buna görə də bunların yumurtalıqları nisbətən kiçik olur və orada inkişaf edən yumurta hüceyrələri də ölçülərinə görə kiçik olurlar, mikroskopik ölçüdə olurlar. Və onlarda deməli ana bətnində olduqlarına görə sarılıq az olur. Az miqdarda olur. Məməlilərdə mayalanma adətən, ümumiyyətlə məməlilərdə daxildə gedir, yumurta borusunda gedir. Bax, bu hissədən belə göstərsək, bax burada. Mayalanma bu hissədə yumurta borusunda gedir. Mayalanmış yumurta hüceyrə bölünməyə başlayır və bölünərək rüşeymə çevrilir. Daha sonra rüşeym düşür balalığa və orada inkişafını davam etdirmiş olur. Böyüyür, balalığın xarici qatından xovlar inkişaf etməyə başlayır. Onun xarici qişası deməli yavaş-yavaş inkişaf edir. Böyüdükcə dölün xarici qişası qismən balalığın divarına birləşir. Xovlar vasitəsilə səthinə yapışmış olur. Sonradan xovlar deməli xarici qişanın uşaqlığın divarına birləşən hissəsi plasentaya çevrilir. Bax, və yaxud da biz buna cift deyəcəyik. Baxın, cift yavaş-yavaş plasentaya çevrilir ki, o dölü tam əhatə etmiş olur və plasentanın yerləşdiyi yerdə ananın qanı ilə, bax bu hissədə ananın qanı ilə, qan damarları ilə dölün qişalarının qan damarları arasında sıx təmas olur və burada maddələr mübadiləsi gedir. Ciftlə döl arasında isə bax bu hissəni görürük, göbək ciyəsi olmuş olur. Bax bu hissə göbək ciyəsi vasitəsilə ana orqanizmlə əlaqəsini kəsmədən ondan qida maddələrini alır. Deməli, ananın qan damarları ilə cift vasitəsilə qan damarlarında əlaqə yaranır. Oradan da ciyə vasitəsilə döl arasında əlaqə yaranmış olur. Və belə deyək ki, balanın dünyaya gəlməsi, uşaqlığın əzələlərinin yığılması sayəsində bala dünyaya gəlir və bala orqanizmdən xaricə çıxdıqda ilk nəfəs alır və ağciyərləri açılır, müstəqil nəfəs almağa başlayır. Təbii ki, burada onun tənəffüsü həmin o ciyədə olan oksigen hesabına olur, qanda olan oksigen hesabına olur. Bundan sonra isə ciyə qopub düşür və yaxud da bəzi canlılar, deyək ki, onlar onu gəmirərək qopardırlar. Və məməlilərdə bala sayı növdən asılı olaraq dəyişir. İri heyvanlarda adətən balaların sayı az olur. Amma kiçik heyvanlarda isə balaların sayı çox olur. Və bütün məməlilər balalarını südlə bəsləyirlər. Sürünənlərdə olduğu kimi, məsələn, yumurta qoyanlarda, məsələn, burada biz ördək burnu görürük.
Bunların da kloakası var və bunlarda da sidik cinsiyyət sistemi həmin bu kloakaya açılır. Amma onlar da öz balalarını südlə bəsləyir. Yəni onların da süd vəzləri var, amma əmcikləri olmur. Və süd vəzləri bədənin qarın hissəsində xüsusi vəzli sahəyə açılır və balalar südü buradan yalayırlar. Bu məməlilər iri olmayan, sarılıqla zəngin olan yumurta qoyulur. Ona görə biz bunlara yumurta qoyan məməlilər deyəcəyik. Deməli, bura hansılara aiddir? Ördək buruna aiddir. Burada şəkildə gördüyümüz və yexidna aiddir. Məsələn, yexidnanın şəklini baxın burada sizə göstərə bilərəm. Yexidna və yaxud da ördək burun bunlar yumurta qoymaqla çoxalırlar. Amma yenə də bunların süd vəzləri var ki, süd vəzləri demək qarın hissəsinə xüsusi belə deyək ki, vəzli sahəyə açılır. Onların yumurtaları dedik ki, deməli iri deyil, sarılıqla zəngindir və yumurtalar onu təbii ki, qurumaqdan qoruyan pərdə ilə örtülü olur. Bunlar da dedik balalarını südlə bəsləyirlər. Məsələn, ördək burnu desək, ördək burun yuva qurur, özü yuva qazır və dişi ora yumurta qoyur. 9-10 gün orada kürt yatır və kürt yatdıqdan sonra da deməli balalar inkişaf etmiş olur. Amma yexidna desək isə, yexidna deməli dişi fərdində çoxalma zamanı qarın üzərində xüsusi bir kisə əmələ gəlmiş olur. Qarnında, qarın üzərində xüsusi bir kisə yaranır və dişi öz yumurtasını bax bu kisəyə qoyur. Rüşeyimin inkişafı təbii ki, yumurtanın ehtiyat qida maddələrinin hesabına baş verir. Sonra yumurtadan tam inkişaf etməmiş bala çıxır və uzun müddət o kisənin içində qalır. Və orada təbii ki, südlə orada bəslənir və inkişaf edir. Eyni zamanda biz nə dedik? Dedik plasentalı məməlilər var. Plasentalılardan danışdıq, onun plasentasının quruluşundan danışdıq. Eyni zamanda dedik ki, kisəli məməlilər mövcuddur. Hansı ki, kisəli məməllərdə deməli, kisəli məməllərdə plasenta zəif inkişaf edir və yaxud da ümumiyyətlə olmur. Və bunlar da təbii ki, balasını südlə bəsləyirlər. Balaları tam inkişaf etməmiş şəkildə doğulur və onların sonraki inkişafı da bax onların bax bu kisələrində davam edir. Kengurunun təzə doğulmuş balası məsələn 3 santimetrə qədər ölçülü olur, kör olur, çılpaq olur, aciz olur və doğuşdan sonra ana fərdin kisəsinə doğru sürünür və orada sonraki inkişafını davam etdirmiş olur. Və bu şəkildə deməli kisəli məməlilərdən də danışdıq. İndi isə gəlin burada deməli belə deyək ki, məməliləri biz yenidən qruplaşdıraq. Dedik ki, yumurta qoyanlar var. Hansı ki, bura yexidna ördək buruna aiddir. Onlar yumurta qoyurlar, kloakası var. Sidik cinsiyyət kanalı kloakaya açılır və yexidnanın dedik ki, kisəsi vardır. Kisəli məməlilərə aid etdik biz kengurunu. Bunların plasentası ya olur zəif inkişaf edir və yaxud da heç ümumiyyətlə olmur və bunların balaları çox kiçik olur dedik və balalarını kisədə böyüdürlər. Eyni zamanda dedik plasentalı məməlilərdə artıq deməli rüşeyin balalıqda inkişaf edir. Onun xarici qatından xovlar yaranır ki, ana ilə əlaqə yaratsın. Həmin o xarici örtükdən xovlardan isə daha sonra plasenta inkişaf edir və yaxud da cift inkişaf edir və döl plasentaya göbək ciyəsi vasitəsilə birləşmiş olur ki, anadan arası kəsilmədən anadan qida maddələrini alaraq böyüsün və tam inkişaf etdikdən sonra döl dünyaya gəlmiş olur. Gəlin indi öyrəndiklərində tətbiq edən hissəsinə baxaq. Burada biz balıqda və sürünənlərin həyat dövriyyəsini müqayisə deməli etmək bizə tapşırılmışdır. Təbii ki, sürünənlərin və deməli balıqların həyat dövriyyəsinin fərqini və oxşar cəhətini desək, hər ikisində deməli cinsi yolla çoxalma gedir. Hər ikisində yumurta hüceyrə və spermatozoid yaranmış olur. Amma fərq odur ki, balıqlarda su mühitində gedir, xarici mayalanmadır, sürünənlərdə daxili mayalanmadır. Balıqlar daha çox yumurta qoyurlar, daha çox qamet hazırlayırlar. Sürünənlər isə yumurta sayı daha az olur və onların yumurtaları qorunmaq üçün qabıqla əhatə olunmuş olur.
Suallara gəlin baxaq. Plasental məməllərin həyat dövriyyəsi balıq və sürünənlərin həyat dövriyyəsindən nə ilə fərqlənir? Təbii ki, plasental məməllərin həyat dövriyyəsi balıqların və sürünənlərin həyat dövriyyəsindən kəskin şəkildə fərqlənir. Plasental məməllər, yəni məməllərdə inkişaf ana bətnində gedir, balıq və sürünənlərdə isə inkişaf yumurta içərisində gedir. Məsələn, sürünənlərdə, balıqlarda isə xarici mühitdə gedir. Məməllər diri bala doğurlar. Amma sürünənlər və balıqlar yumurta qoyurlar. Məməlilər ana ilə bala arasında bunlarda güclü, belə deyək ki, fizioloji əlaqə olur, nəsil qayğısına qalmaq olur. Amma balıqla sürünənlərdə bu əlaqə zəifdir, ümumiyyətlə yoxdur, nəsil qayğısı demək olar ki, yoxdur. Məməlilər balıqlarını südlə bəsləyir. Amma deməli, bu yalnız demək ki, südlə bəsləmək məməlilərə xasdır. Plasental məməlilərin həyat dövriyyəsi rəqabətli və dəyişkən mühitlərdə yaşamaq üçün daha çox uyğunlaşmışdır. Yəni, mühitə daha yaxşı uyğunlaşa bilirlər, digər canlılarla daha yaxşı rəqabət apara bilirlər. Çünki bala daha belə deyək ki, inkişaf etmiş, yetkin və müstəqil vəziyyətdə doğulur. Tam inkişaf etmiş ananın bətnində daha yaxşı inkişaf etmiş şəkildə dünyaya gəlir. Amma bu hadisə, yəni bu xüsusiyyət plasentalların üstün cəhəti budur ki, ətraf mühitə daha yaxşı uyğunlaşırlar. Amma bir belə deyək ki, çatışmazlığı nədir? Populyasiyada artım sürəti aşağı olur. Çünki bu balalar, yəni məməlilər az sayda bala dünyaya gətirir. Bu da onların populyasiyasının artım sürətini aşağı salır. Amma balıqlar, sürünənlərdə isə çox sayda bala olur. Təbii ki, o da nə ilə bağlıdır? Nəsil qayğısına qalmırlar ona görə. Amma hər bir fərdin yaşamaq ehtimalı təbii ki, daha azdır. Çünki daha çox bala dünyaya gətir, bala, çox sayda bala olsa belə onların yaşama ehtimalı da azdır. Amma məməlilərin az bala dünyaya gətirməyinə baxmayaraq onların yaşama ehtimalı daha çoxdur. Öyrəndiklərinizi yoxlayın hissəsinə gəlin nəzər yetirək. Kisəli məməlilərlə plasentalların əsas fərqləri hansılardır? Kisəli məməlilər, balalar vaxtından əvvəl doğuldu. Kisədə inkişafı tamamlandı. Plasentalılar isə bala ana bətnində, plasentanın içərisində tam inkişaf etmiş şəkildə doğuldu və bu inkişaf müddəti və qorunma baxımından təbii ki, fərq yaratdı bunlar arasında. İkinci suala baxaq. Plasentalılarda rüşeyin inkişafı kisəlilərin rüşeyinin inkişafından nə ilə fərqləndi? Yenə eyni sual tərs verilib sanki. Plasentalı məməlilərdə rüşeyin tam inkişaf etdi. Cift vasitəsilə uzun müddət ana bətnində qidalanır, formalaşır, tam formalaşır. Kisəlilərdə isə cift zəif inkişaf edir, yəni plasenta zəif inkişaf edir. Ümumiyyətlə olmur bəzən də və buna görə rüşeyin ana bətnində qısa müddət qalır, zəif inkişaf edir və ana kisəsində inkişaf etmək məcburiyyətində qalır. Yəni növbəti inkişafını ananın kisəsində davam etdirir. Nə üçün ördək burun məməlilərə yox, sürünənlərə və quşlara daha yaxındır? Çünki ördək burunun yumurta qoyur, sürünənlər quşlar kimi. Onların da kloakası var və bədən quruluşu bəzi sürünən və quş xüsusiyyətlərini daşıyır. Bu da onu məməlilərlə müqayisədə daha çox quşlara, sürünənlərə yaxın etmiş olur. Deməli dedik ki, kloaka hansı canlılarda oldu? Kloaka oldu bir suda qurda yaşayanlarda, sürünənlərdə və quşlarda, eyni zamanda ilk məməlilərdə deməli kloaka müşahidə olunmuş oldu. Bu qədər uşaqlar bu dərsimiz. Əgər uzundursa, dərsi bir hissə-hissə deməli dinləyin, öyrənməyə çalışın, qeydlərinizi aparın. Bir hissəni tam mənimsədikdən sonra növbəti hissəyə keçin ki, sizə bu material ağır gəlməsin. Sağ olun, hər birinizə uğurlar.